Teleradio Akademiyasında keçirilən mediada Azərbaycan dili mövzusunda təlimlərimiz davam edir. Təlimlər çərçivəsində bugün televiziya aparıcılarının nitqi, orfoepik norma və praktik tələblər mövzusu ətrafında müzakirəmiz olacaq. Mövzu ilə bağlı həmsöhbətim isə Armeyanın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Lingvistik Təhlil Şöbəsinin müdiri Professor Sevinç Əliyevadır. Sevinç xanım, xoş gördük. Təşəkkür edirəm. Sevinç xanım, ümumiyyətlə televiziya aparıcılarının nitqi bugün Azərbaycan ədəbi dilinin formalaşmasına nə dərəcədə təsir göstərir? Bəli, birbaşa təsir göstərir. Çünki televiziya ən ciddi təbliğat vasitəsidir və televiziya aparıcısı düşünməlidir ki, onun dili bugün həm istənilən vətəndaş üçün, xüsusilə də bizim azyaşlı məktəblərimiz üçün, şagirdlərimiz üçün, hətta tələbələrimiz üçün artıq nümunə ola bilər. Buna görə də çox diqqətlə və məsuliyyətlə yanaşılmalıdır. Sevinç xanım, ümumiyyətlə hansı üslubda olan səhvlərə daha çox rast gəlirsiniz efirlərimizdə? Biz bayaq da dediyiniz kimi Monitorinq və Lingvistik Təhlil Şöbəsinin əməkdaşları demək olar ki, mütəmadi olaraq monitorinqlərimizi aparırıq, müşahidələrimizi aparırıq. Artıq orfoepik normanın pozulmasına biz öyrəşmişik, vərdiş etmişik. Bu hətta bəzi məsələn canlı verilişlərin aparıcıları üçün hətta qəbul edilən səviyyədədir. Amma ən çox bizi narahat edən dilimizdə qarşılığı ola xarici kəlmələrə üstünlük verilməsi, bir də aparıcının özünün fərdi üslubudur. Bu üslub bəzən yanlış olur, bəzən başqa dillərin təsiri birbaşa hiss olunur. Bu da təbii ki, Azərbaycan dilinin sabit quruluşuna, sintaktik quruluşuna artıq zid anlara gətirib çıxarır və aparıcı özü də bilmədən fərdi üslubu ilə Azərbaycan dilinin bayaq dediyimiz kimi ədəbi dil qaydalarına xas olan, ədəbi dil normalarına xas olan üslub məsələlərinə mən deyərdim ki, zərər yetirir. Son dövrlərdə, onda belə deyək, əgər orfoepik normalara daha çox rast gəliriksə, yadınızda qalan hansı səhv var ki, məsələn, indi onu nümunə kimi gətirə bilərsiniz? Bəli, bu səhvlər kifayət qədərdir. Biz xüsusi olaraq da həmişə nümunəvi olaraq Azərbaycan televiziyasının aparıcılarının nitqindən danışırıq. Qismən ictimai televiziya və digər televiziya kanallarında. Əslində, istənilən kanalda yaxşı aparıcılar, yəni var, öz nitqləri ilə sevilən bizim aparıcılarımız var. Amma biz çalışırıq ki, bizim üçün hətta bəzən monitorinqlərin nəticələri də elan olunanda subyekt yox, orada qarşıdakının səhvi və düzgün variantın təklif olunması əsas götürülür. Burada dediyiniz kimi orfoepik norma pozuntularından ən çox xüsusilə də dialektlərə xas olan tələffüz qaydalarının xarakterik olmasıdır. Məsələn, birinci şəxsin, ikinci şəxsin, tutaq ki, məsələn, ən çox birinci şəxsdə gələcəyik, cəmdə gələcəyik, halbuki bu dialekt tələffüzüdür, buna qətiyyən yol vermək olmaz. Xüsusilə də televiziya, radio məkanında bu yol verilməzdir. Bəzən başlayacaq şəklində biz tələffüz, oxuyacaq şəklində tələffüz formasına rast gəlirik. Bu, dediyimiz kimi, bəzən O-A tələffüz variantlarıdır ki, bu birbaşa biz bir vaxt qəbul etmişik, amma təbii ki, bu da arzu olunmazdır ki, rus dilinin artıq Azərbaycan dilinə müəyyən dövrlərdə təsiri var ki, bu da yavaş-yavaş düşünürük ki, bizim ziyalılarımızın, aparıcılarımızın, müəllimlərimizin müdaxiləsi ilə və təklifləri ilə aradan qaldırılmalıdır. Çünki biz istəmirik ki, Azərbaycan dilinə yad dillərin təsiri olsun və bu təsir orfoepik təsir olanda artıq Azərbaycan dilinin normalarına, yəni orfoepik normalarına birbaşa ciddi təsirini göstərir. Hətta bəzən onu sıxışdırıb çıxarmağa çalışır. Onu da qeyd edim ki, ümumiyyətlə siz elə rus dilindən keçmə sözlərdən danışdınız. Nəinki rus dilindən, hətta türk dilindən də. Məsələn, bizdə bu alınma söz olmasa da nəyə görə tamam istifadə edirik? Bəli, tamamilə razıyam. Məsələn, aydındır, yaxşıdır. Bunun əvəzinə nəyə görə tamam, ingilis dilindən olsun, okey sözünü niyə istifadə edirik? Bunun yəni qaynağı nədir? Bu, birbaşa dillərin təsiridir. Bir vaxt Cənab Prezident də öz nitqində vurğuladığı kimi, imperiya dillərinin təsirinə məruz qalmayan, yəni özünü qoruyub saxlayan, yəni ərəb dilinin, fars dilinin, bir dövrdə rus və digər Avropa dillərinin təsirinə məruz qalmayan, yəni bu qismən, yenə deyirəm, aparıcılarımızın nitqində daha çox biz onu müşahidə edirik. Yəni biz bunu yazı dilimizdə müşahidə etmirik. Çünki bizim şairlərimiz, yazıçılarımız, ziyalılarımız həmişə bu dili qoruyub saxlayıblar. Amma təəssüf ki, bəzən şifahi nitqə bu daxil olur və yavaş-yavaş da artıq bizi ən çox da düşündürən bu, yenə deyirəm, gələcək nəsillərdir ki, onlar artıq
öyrəşməyə başlayıblar. Çünki Azərbaycan dilində hələ də ciddi, baxımlı cizgi filmlərinin olmaması bizim kiçik yaşlı, az yaşlılarımızın başqa dillərdən söz götürmə, yəni o mənimsəmə prosesini sürətləndirir. Bəzən bənövşəyə əvəzinə mor, çəhraya əvəzinə pəmbə, pink və digər, burada ingilis dili də ciddi rol oynayır. Amma eyni dil ailəsində olsa da türk dilinin biz təsirini daha çox hiss edirik və bu bizi incidir. Təəssüflə demək istəyirəm ki, bu bizi incidir. Çünki çox doğru vurğulayırsınız ki, bizim dilimizdə təsdiq bildirən oldu, bəli, kimi sözlərimiz ola-ola tamam sözünün müəyyən mənalarda özünün semantik mənası olan filan sözündən bəzən falan sözünün istifadə olunması, bəzən dəvət etmək mənasında almaq sözünün istifadə etmək. Ən çox aparıcılarımız səni bura almaq istəyirəm, sizi bura alıram mənasında, yəni dəvət etmək mənasında. Bu bəzən düşünülür ki, dəvət etmək sözü özü də ərəb mənşəli sözdür, Azərbaycan ilə xas deyil. Amma bu artıq əsrlər boyu dilimizdə oturuşmuş sözdür. Yəni biz artıq dilimizin lüğət tərkibində bu sözə rast gəlirik, deməli bunu qəbul etmişik. Amma bizim şifahi nitqimizdən, yazı nitqimizdən nüfuz etməyə çalışan və bugün artıq bilirsiniz ki, telefonlarda, yəni mesajlaşma proseslərində, yəni ən çox da bizi narahat edən məsələ odur ki, Azərbaycan dilinin saytlər, yəni ahəng qanunumuzu biz həmişə deyirik ki, Azərbaycan dili saytlər üzərində qurulan dildir. Bəzən TŞK, təşəkkür əvəzinə TŞK, salam əvəzinə sılımı kimi yazılması. Bax, dediyiniz kimi, bu da elə başqa dillərin təsirinin və sürətli yazmaq istəyinin nəticəsidir. Bu isə yol verilməzdir və arzu olunmazdır. Elə o mövzuda toxunacaqdım. Bəzən mən bunu hətta tənbəllikdən deyirəm, ola bilər ki, təşəkkür, bu bizim söz olduğu halda onu belə TŞK yazırıq. Bəli. Yəni, bunun bizim dilimizdə nə dərəcədə təsiri var? Bunun ciddi təsiri var. Çox doğru bursu. Hətta çox doğru deyirsiniz ki, bu biraz belə deyək ki, tənbəl nəsil, araşdırmanı sevməyən, hər şeyə hazır, yəni telefondan, planşetdən hazır qəbul etmək, götürmək istəyən nəsil üçün biz düşünürük ki, məsələn, biz morfoloji təhlilimizi apardığımız zaman Azərbaycan dili aqlütnativ dildir, iltisaqi dildir. Biz bunu həmişə vurğulayırıq və vurğulayacağıq ki, bizim dilimiz şəkilçilər üzərində qurulan dildir. Ona görə də ən çox şifahi nitqlə şəkilçilərimizin ixtisar olması, bu artıq yavaş-yavaş yazıya da nüfuz edəcək. Yəni biz tutaq ki, gəlirsiniz əvəzinə gəlirsiz deyirik. Mən inanıram ki, bir müddətdən sonra elə gəlirsiz də yazılacaq. Hətta təhlil zamanı da, morfoloji təhlil zamanı da orada bəzən o siz şəkilçi götürüləcək. Düşünürəm ki, artıq bunun sınız şəkilçi, siniz şəkilçi variantı unudulacaq. Çünki orta nəsil, mən əvvəlki nəsildən danışmıram, o nəsil bu dilin keşiyində dayanan dediyimiz kimi şairlər, yazıçılar nəslidir, ziyalılar nəslidir. Azərbaycan vətəndaşı həmişə ayıqdır, yəni tamaşaçımız, seçməyi bacaran, tamaşaçımız bütün, mən deyərdim ki, məsələn, verilişlərdə ilk növbədə dilin qorunması üzərinə, yəni öz fikirlərini bu dilin qorunmasına cəmləyir. Orada əgər nitq pozuntusu varsa, bəzən etirazlarını bildirirlər. Bir vaxt Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adlı dilçi institutunda qaynar xətt fəaliyyət göstərirdi. Qaynar xəttimizə tez-tez mütəmadi zənglər olurdu ki, bizim dilimizdə sözlərin bu cür tələffüzü yoxdur, dilimizdə bu cür sözlər yoxdur, yəni alınmalar, xarici kəlmələr niyə bizim aparıcılarımızın nitqinə bu dərəcədə nüfuz edib? Üslub məsələsi, bax bu məsələlərlə bağlı mütəmadi bizə indi də suallar istiqamətlendirilir. Amma məsələ burasındadır ki, mən düşünürəm ki, hamı belə danışmır. Yəni bizim dilimiz çox gözəldir, nitqlər fərqlidir, nitqlər, yanaşmalar müxtəlifdir. Biz öz nitqimizi nə dərəcədə düzəlmək istəyiriksə, nə dərəcədə buna çalışırıqsa, bizim nitqimiz də o qədər zəngindir. Əgər bizim, məsələn, söz ehtiyatımız yoxdursa, əgər biz Azərbaycan dilinin sabit qrammatik qanunlarına bələd deyiliksə, bu zaman nitqimizi təbii ki, səlis qura bilməyəcək və doğru yazmağa bacarmayacaq. Bir tərəfdən qanunlarımız, dediyimiz kimi orfoqrafiya, orfoepiya normaları və bir tərəfdən də o normalara riayət edərək, ədəbi dil normalarından düzgün istifadə edərək, söz ehtiyatımızdan bacarıqla istifadə edərək nitqimizi qurmaq səriştəsi olmalıdır. Sevinç xanım, necə düşünürsünüz? Bəzən çox qaydalara riayət etməkdə süni ədəbi danışıq çərçivəsini yaradır. Ümumiyyətlə, bu halda tamaşaçının efirdən uzaqlaşması mümkündürmü? Hətta biz deyərdik ki, ədəbi danışıq dili. Məsələn, biz düşünürük ki, televiziyanın dili ədəbi danışıq dili olmalıdır. Dediyiniz kimi, çərçivəyə salınmış dil ona görə lazımdır ki, burada dialektlər öz sözünü deyə bilməsin. Bizim dialektlərimiz çox gözəldir. 4 qrup dialektlərimizin özünə məxsus, yəni şirin tələffüzü var, söz ehtiyatı var, sözlərimiz çox gözəldir. Hətta biz deyirik ki, biz dilimizin lüğət tərkibini alınmalar hesab
hesabına yox, bəzən dialektizmlər hesabına zənginləşdirək. Amma bu dialektləri, yəni hər kəs öz dialektində danışsa, artıq televiziya məkanında böyük bir xaos yaranacaq. Çünki biz onun qarşısını ala bilməyəcəyik və hətta doğru variantın necə olduğunu, doğru variant hansıdır, o suala belə cavab verməyəcəyik. Ona görə də bəzən o çərçivəyə salmış dediyimiz ədəbi dil öz sözünü deyir və ədəbi dili qorumaq əslində bütün dövrlər üçün xarakterik olan yazı dilinin qorunması deməkdir. Şifahi nitqimizə gəldikdə isə, yəqin ki, müvafiq qurumlar var. Məsələn, biz təklif edirik ki, bütün televiziyalarda şuralar olsun, ciddi şəkildə fəaliyyət göstərsin. Azərbaycan televiziyasının, məsələn, şurası ayda bir dəfə, 2 dəfə şura üzvləri toplaşır və biz bu toplantılarda, bu müzakirələrdə hətta bəzən bizə deyilir ki, rəhbərlik tərəfindən deyilir ki, konkret nitq faktları ilə çıxış edin. Yəni, qüsurlar hardadır? Mən istəyərdim ki, bu bütün televiziyalarda olsun və bütün televiziyaların əməkdaşları, aparıcıları özlərinin o məsuliyyəti ilə də bu müzakirələrə töhfə verməyi bacarsınlar. Bəzən dilimizə elə maraqlı, yaxşı sözlər gələ bilər ki, uğurlu sözlər gələ bilər ki, bu uğurlu sözlər məhz aparıcılar tərəfindən təklif oluna bilər. Çünki media nümayəndələri bu işdə çox fəaldırlar və bu fəallıq da elə dilimizin lüğət tərkibinin zənginləşməsinə öz töhfəsini verə bilər. Mən etiraf edim ki, elə Azərbaycan televiziyası vasitəsilə mən sizin Sözün Düzü layihənizi izləyirdim. Kifayət qədər öyrəndiyim həqiqətən məqamlar var idi. Amma belə deyək, bəzən elə olur ki, həqiqətən baxmağa zaman olmur və aparıcılar müəyyən şeyləri öyrənməyə də bilir. Bəs bu monitorinqlər necə aparılır, necə həyata keçirilir? Monitorinqlər bayaq dediyim kimi, biz burada heç bir subyektiv, yəni ad, soyad bizim üçün maraqlı olmur. Bizim üçün qarşımızda olan nitq faktı var. İstənilən bütün televiziya kanalları, Azərbaycan televiziyası, ictimai televiziya və digər bütün kanallar monitorinqə cəlb olunur. Bəzən internet kanallarının da monitorinqə cəlb olunmasını düşünürük. Çünki bu indiki vaxtda sosial şəbəkələr çox fəaldır, bilirsiniz. Və burada bu televiziya məkanında aparıcıların nitqlərində nələr baş verir? Bəzən elə məsələn dəyişiklik olur ki, hətta biz düşünürük ki, bizim dilimizdə bu varmı, bu cür tələffüz forması, bu cür o qədər bəzən bu müdaxilə o qədər təbii edilməyə çalışır ki, biz doğru olanı da şübhə altında dəfələrlə yoxlayırıq ki, axı belə bir qayda yoxdur, belə bir norma yoxdur. Ona görə də aparıcılarımız son dərəcə məsuliyyətli olmalıdırlar, son dərəcə ciddi yanaşmalıdırlar. Verilişlərinə hazırlaşmazdan əvvəl düşünməlidirlər ki, dəvət etdikləri qonaqlarla bir yerdə düşünməlidirlər ki, bu verilişi maraqlı edən həm də onların nitqləridir. Və onlar öz nitqləri ilə ilk növbədə nitqləri ilə tamaşaçıların, öz sevimli tamaşaçılarının qəlbinə yol tapırlar. Görünüşdən tutmuş, ciddi görünüşdən tutmuş. Televiziya məkanı üçün bilirsiniz ki, vizual görüntü var və bu görüntü özü də tamaşaçıda müəyyən təsəvvür yaradır. Məsələn, xəbər aparıcısı əgər ciddi görkəmdə öz tamaşaçısının qarşısına çıxmasa, onun apardığı, onun verdiyi informasiyanın ciddiliyi də bəzən düşünürsən ki, bəlkə bu bir video çarxdır, bəlkə bu bir zarafatdır, yəni belə bir şey də ola bilər. Amma biz düşünürük ki, o ciddiliyi qorumaq lazımdır. Yəni, televiziya məkanının efir yerli, yersiz, bəzən yerində olmayan zarafatlar üçün şov verilişlərində biz bilirik ki, nələr, yəni bir sıra qəbul etmədiyimiz məqamlar var ki, bu artıq ciddi nəzarətdə olmalıdır. Və artıq son günlərdə biz eşidirik ki, bəzi verilişlərin qarşısının alınması, aparıcılara xəbərdarlıq edilməsi, bu illər boyu bizim arzuladığımız bir məsələ idi və əslində elə bizim monitorinqlərimizdə də o aparıcıların nitqləri hakimdir. Yəni, dırnaqarası hakimdir. Bəzən o aparıcılar bizə təlim lazım deyil, biz özümüz artıq kifayət qədər bizim peşəkarlığımız var deyərək öz işlərinə davam edirlər. Hətta bunu özlərinin uğuru kimi, bəzən cənab prezidentin vurğuladığı kimi təfəkkür göstəricisi hesab edirlər. Yəni, dilə, mən deyərdim, dilin lüğət tərkibində bələd olmadan, özlərinin gətirdikləri qurama, mən deyərdim, üslubları ilə özlərinin təfəkkür göstəricisini ortaya qoymaq istəyirlər. Amma əslində biz görürük ki, bu nəhayət ki, müəyyən verilişlərin bağlaması ilə nəticələndi. Biz təbii ki, hər bir verilişin uğurlu olmasının tərəfdarıyıq. Məsələn, bizim Sözün Düzü verilişimiz artıq 3-cü ildir ki, televiziya məkanında təqdim olunur. Bəzən də düşünürük ki, yəqin bu dediyiniz kimi öyrədicidir, burada təbliğat məsələsi var. Çünki bizim ziyalılarımız, bizim şair və yazıçılarımız həmişə təbliğatla məşğul olmalıdır. Yəni, dilimiz təbliğ olunmalıdır. Dilimiz həm orta nəsil üçün, həm gələcək nəsillər
üçün həmişə mən deyərdim ki, maraqlı olmalıdır. Bizim çox gözəl ədəbiyyat nümunələrimiz var. O nümunələrin səsləndirilməsi ilə bağlı verilişlərimiz olmalıdır, video çarxlarımız olmalıdır. O verilişlərin qonaqları bizim nə qədər yəni şair və yazıçılarımız olsa, ziyalılarımız olsa, dilimizin saflığı da bir o qədər mən deyərdim ki, müzakirə mövzusu həm olacaq, həm də heç onun artıq qorunmasına ehtiyac qalmayacaq. Çünki biz görəcəyik ki, dilimiz arzu olunan səviyyədə tətbiq olunur, düzgün tətbiq olunur və burada artıq kənar müdaxilələrə ehtiyac qalmır. Sevinç xanım, təşəkkür edirəm sizə. Düşünürəm bizi izləyən izləyicilər də nəinki Sözün Düzü layihəsindən elə bugün sizi dinləyib daha çox şey öyrəndilər. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Mən təşəkkür edirəm. Mən arzu edirəm ki, dilimizlə bağlı bütün məsələlər öz yerində olsun, qaydasında olsun. Aparıcılarımız, mən elə danışa-danışa sizin nitqinizə də fikir verirdim. Öz üzərinizdə çalışan, mən çox arzu edirəm ki, bütün aparıcılarımız özlərinin məsuliyyətlərini, ilk növbədə vətəndaşlıq məsuliyyətlərini dərk etsinlər. Həm də düşünsünlər ki, öz tamaşaçılarının qəlbinə özlərinin görünüşləri kimi nitqləri ilə də yol tapa bilərlər və bu həmişə belə olur. Mən arzu edirəm ki, həm tamaşaçılarımız, həm aparıcılarımız, bütün vətəndaşlarımız dünyanın ən zəngin, ən gözəl dili olan Azərbaycan dilinə sevgi ilə yaşasınlar. Yəni günlərinə bu sevgi ilə başlasınlar, verilişlərimizdən bu sevgi qaynaqlansın və hər birimiz Azərbaycan dilinin qorunması üçün çalışaq. Çox sağ olun Sevinç xanım. Bir daha xatırladım ki, bugün verilişimizin qonağı AME Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Lingvistik Təhlil Şöbəsinin müdiri professor Sevinç Əliyeva idi. Bizə ayrılan vaxtın sonuna gəlib çatdıq. Sağ olun.